آن پرچم علینی ucatmışıq biz məktəbində izzət qazanmışıq biz. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi't tahirin. Ve min hazel muntalak, orada kalmıştım. İn erade şahsun ma ettesaddi lil hukm. Bəhsimiz buradaydı ki, İslam ve hükümet. Bəhsimizin adı buydu. Eğer birden bir şəxs qaldı ki, hüküm qurmağa, hükümət qurmağa. Dune iznillah, Allah'ın izni olmadan. Fi muctema'in aidin ilallah, Allah'a qayıdan bir cəmiyyət. Yani Müslüman bir cəmiyyətlə hükümət qurur, Allah'ın izni olmadan. Və qad amenen nasu fi zalikel muctema bi rububiyyetillah. Hansı ki o cəmiyyətdə yaşayanlar Allah'ın rububiyyətini etiqad edirlər ki, idarəçi Allah'dır. فهو كمن يريد احتلال منصب في وزارة معينة وأداء الأمور المتعلقة بها دون الرجوع إلى المسؤول ذي العلاقة والاستئذان منه. Bu o şəxsə bənzəyir ki, hər hansı bir nazirlikdə müəyyən bir peşə, müəyyən bir postu zəbt edir, orada oturur, amma o böyük məsuldan icazə almadan, nazirdən icazə almadan. Ta ki bir şöbə müdürlüyünə gəlib oturur, orada mən bu gündən bu şöbəni, bu qismi idarə eləyəcəm, amma nazirdən icazə almayıb. Fərz ilə də bu işin lap ən yaxşı formada da görsə, qəbul eləyərlər, tutuqlarını atarlar işiyə, bəlkə də həbs eləyərlər. İndi bu ha özün belə deyək də dağa daşa vursun ki, mən yaxşı adamam, belə idarə eləyirəm, elə idarə eləyirəm. Deyirlər, sən idarəçində yox, sənə kim icazə verir burada oturmağa? Səni kim qoyub bura gələsən? Deməli onda, əgər bir nəfər Allah tanıyan bir cəmiyyətdə hökumət qurursa, başçılıq eləmək istəyir ki, Allahın icazəsi olsun orada. Sən ədalətsən, o sonraki mərhələdir. Səni kim qoyub bura gəlməyə? Sənə kim icazə verib bu postda oturmağa? Bu kürsüdə oturmağa sənə kim icazə verib? Fəhvə kəmən yuridu ihtilal mənsab, yəni bir vəzifəni tutmaqda. Fi vizarətin müəyyənə və ədayil umuril mütəalləqə biha dunər rucu iləl məsul zil əlaqə və istizam minhu. Məsuliyyət daşıyan şəxsdən icazə almadan, izni almadan gəlib oturub o stulda. فيؤخذ هذا الشخص حتى لو أدى عمله بصورة صحيحة وجيدة. فيؤخذ yani cəzalanarlar, müaxizə olunar həmən şəxs, hətta öz işini ən yaxşı formada görsə də belə. Və alə hazəl əsas la buddə min tə'yinil məsul ən icrail qanunil İslami min qibəli maliki şəb vəl mujtəmə'əl İslami. Buna görə də gərək məsuliyyət kürsüsündə oturan, yəni rəhbərlik kürsüsündə oturan şəxs hardan təyin olunsun? İslam qanunlarına görə min qibəli maliki şəbi vəl mujtəmə'əl İslami. İslam cəmiyyətinin və xalqının maliki olan şəxs. Kimdir o şəxs? Huvallahu subhanahu və taala, o Allahdır. Və min huna yecib ən yekuna məsul ən tətbiqil qanun mə'zunan min Allah. Buradan da görürük ki, qanunun tətbiq edici şəxsi kim olsun? Allah tərəfindən icazə verilmiş şəxs olsun. Və in təəhhədə bi icra cəmil qavanin tıbqan lil məvazinil İslamiyyə. Hətta lap o İslam qanunların tətbiq eləyəcək nöqtəsinə götürsə də belə. Hazəl izin tarətən yekun iznən xassan. Bu izin bəzən xüsusi izin olur. Kəmə huvəl hal fi Resulillah sallallahu aleyhi və aleyhi və səlləm vəl əymətil mə'asumin aleyhimussalam. Bəzi hallarda bu qanun, ilahi qanun tətbiq edicisi nəslindən olur, xüsusi şəxsinə olur, peyğəmbər kimi. Allah deyir ki, mənim peyğəmbərim Muhammed ibn Abdillahdır. Ya mənim təyin elədiyim imam Əli ibn Əbi Talib. Böyle şəxsən təyin edir ki, bu cür. Və kəzalikəl əşxas əlləzinə nəssabəhumun nəbi əl-əkrəm vəl-əyimmə min əhl-i beyt aleyhimussalam bi surəti mübaşirə. Və yaxud da ki, onlardan da sonra onların təyin etdiyi, adı ilə təyin etdiyi şəxs. Tutaq ki, məsələn deyək, Əli əleyhissalamın təyin etdiyi hakimlərdən biri Malik Əşdərdir. Muhammed ibn Əbi Bəkirdir. Azərbaycanda Əşəs ibn Qeys təyin olunmuş, sonra zahirən Səd ibn Ubadəni təyin elədi. Qeys ibn Səd ibn Ubadəni Azərbaycana vali təyin elədi. Elə idi. Azərbaycan valilərindən biri də Qeys ibn Səd ibn Ubadə olub da zahirən. Xülasə adı ilə təyin elədi ki, imzalə ki, filan kəs oğlu filan kəsi filan məmləkədə hakim təyin elədim. Bunlarda da işimiz yoxdur. Bunlar
birbaşa İmam Peyğəmbər tərəfindən. Əsas bizim özümüzü maraqlandırır. Yaxşı, bizim mərhələdə, yəni İmam qeybə çəkiləndən sonra nə olacaq? O da ki, niyabəl ammə iləndir. İmam əleyhissalam qeybə çəkilir və ümumi qanun verir ki, mən fəqihləri, müştəhidləri təyinlədim. Mən kanə minəl fuqaha, sainən li nəfsinə, hafizən li dini, mutiyan li əmri mevla. Bu cür qanunları ki, oxumuşdu. Bu şərtlər daxilindəki təqvalıdır, Allahdan qorxandır, hökumət idarə edilən, nə filan şərtlər daxilində bunlar mən hakim təyinləmişəm. Bu da oldu ümumi təyin. Bir surətin başa. Və tarətən yəkunul izn əv nəsb ammən kəma fi əsril qeybə. Bəzən də ümumi ünvanla olur. Əv əsril əyməllərin ləm yətəsaddav lil hükm. Yaxud da ki, deyir, imamların öz yaşadığı dövrdəki hökm onlara çatmadı. Yəni, hakimiyyət nəsib olmadı. Heythu nusibə əşxasun və zəvə əhliyyə bi iznən amli icrail əhkamil ilahiyyə, hansı ki, ümumi belədir, izinlə icazə verildi. Onlar ki, əhliyyəti var idi, hökmü tətbiq eləsin. Məsələn, Səlman Farsi kimi Rıdvanullahi aleyh. Səlman Farsini kim təyinlədi? Ömər. Zahirdə Ömər, amma batində kim təyinləmişdi? Əli Əleyhisselam təyinləmişdi. Ona görə Səlmanla ki, Rıdvanullahi aleyh, Ömərin məktublaşması var. Ömərin məktubunu bilmirik nə yazmışdı. Amma Salman ki, sən ki filan şey deyirsən, cavabı budur. Sən ki filan şey, başa düşür ki, nə yazmışmış. Həmən məktubda sanki Salman iqrar eləyir ki, məni sən təyin eləməyibsən. Sanki Ömərin işgallarından biri budur ki, eşitmişəm ki, Beytülmalı kefir necə istəyir, o cür paylayırsan. Öz mizacı uyğun, öz düşüncə uyğun, bizim əmrlərimizə tabi olmursan, həm nə inirsən. Salman da sətr altına deyir ki, məni bir alim təyin eləyib, o necə istəyərsən, məsələn, o cür təsərrüf eləyərəm Beytülmalı. Yəni, sanki işarə eləyir ki, Əli Əleyhisselamın icazəsilə gəlmişəm mən bura. Demir Əli Əleyhisselam mən təyin eləyib. Yəni, sən təyin eləsən də o nə əmr eləyəcəksə, mən o cür paylayacam. Yəni, sənin kefini istəyən kimi yox, Allahın kefini necə istəyirsə, mən o cür paylayacam onları. Deməli, onda düzdür, Əli Əleyhisselam hakimiyyətdə deyildi, amma o əhliyyəti olan, qabiliyyəti olan şəxslərə icazə vermişdi ki, İslamın inkişafı üçün, İslam zəifləməsin deyibən, mühüm postları tutsunlar. Və alə hazəl əsas yumkinən nuxəllisəyə nəxlusə min zəlikə. Elə bilə ki, deyək, xülasə var, xülasə çıxardaq, yekun nəticə alaq, ilə ənəl hükümə fil fikril İslami. İslam dininin nəzərində hökumət qurmaq nədən qaynaqlanır? Munbəsiqətun minəl hakimiyyəl ilahiyyəl mutləqə. Mütləq ilahi hakimiyyətdən qaynaqlanır. Etiqadımız budur ki, Allahın hakimiyyəti ki, bu aləmə mütləqdir. Gərək o balaca hakimiyyətlər də mütləq hakimin tərəfindən təyin olunsun. Əgər onun tərəfindən deyilsə, onda ilahi hakimiyyət sayılmayacaq və tağut olacaq, zalim olacaq. Ədalətli olsa da tağut olacaq, fərqi yoxdur. Zalim olacaq, yəni. Heç şübhəsiz ki, əgər bir kafir hökumətdir, amma ədalətinə riayət edir, o zalimindən 1000 qat yaxşıdır. Yaxşılıqdan danışmır, amma ilahi hökumət olmayacaq o. Və la buddə min riayəti hədəl əsl fi kulli mərtəbətin min məratibil hükm. Gərək deyim, hökmün müxtəlif mərtəbələrində bu gözlənsin. Və qəd bəhəzna sabiqən ənəl hakimiyyəl ilahiyyə təcəssədət fi əslil imamə. Deyir ki, biz bəhs elədik sabiqən ənəl hakimiyyəl ilahiyyə, ilahi hakimiyyət əslil imamədə özün təcəssüd elətdiribdi, mücəssəd elətdiribdi. Həythu yətəsəddə lil vilayə və hidayətil ümmə, qaidun ilahi. Ümmətin rəhbərliyin kimi öhdəsinə götürür, ilahi bir rəhbər, Əli Əleyhisselam kimi ya, Peyğəmbər kimi ya, digər imamlarımız kimi. Yəhmilu sifətəyil ilmi vəl ismə. Həmən bu şəxslər nə sifətlənməlidirlər? Həm alim olmalıdır, həm də məsum olmalıdır. Davudundan, Süleymanından, Yusifindən, Səlamullahi aleyhi məcməin ta gəldi İmam Zaman Əleyhisselama qədər. Hamısı həm məsumdular, həm alimdilər. Li'ənəhu və vəhdəhu əl-mənsub minəllahi subhanə və teala. Çünki yeganə şəxs ki, insanın ismətin bilir və onu verir, onu ancaq da Allah bilir ki, mənə verib. Mümkündür deyə bəzi şiyələr elə bilirdilər ki, İmam Kazım Əleyhisselam yerinə kim təyin olunacaq? İsmail. Amma olmadı. Elə bilirlər ki, böyük oğuldur, məsələn, deyir, zahirən bir ləyaqəti var imamətə, amma Allah da onu öldürdü və istəmədi. Allah bilirdi ki, onun ləyaqəti yoxdur o yerə. Xülasə, deyir ki, yalnız Allahdır ki, məsumiyyəti bilir və kimi nəsb eləyib, kimə ismət verib, kimə nə verib, o Allahın əlindədir.
وفي عصر الغيبة وعلى الرغم من ولاية المعصوم وتأثير إمام العصر والزمان عجل الله فرجه الشريف في الكون وفي حياة الأمة تقع إدارة الأمور الظاهرية للأمة على عاتق نواب الإمام الخاصين والعامين. Amma deyək, Qeybət-i Kubra dövründə ki, İmam əleyhissalamın özünün dəxaləti kəsilməyib, yəni dəfələrlə o rivayəti oxuduq ki, Peyğəmbər də, imamlar da salamullahi əleyhi məcməin buyurublar ki, İmam Zaman əleyhissalam qeybəti dövründə onun faydası bənzəyir bulud arxasından saçan günəşin faydasına. Elə bil buludun arxasından günəş saçır. Yəni İmam əleyhissalam bizi tərk eləməyib ki, İmam bizlə də bir yerdə yaşayır, bu yer kürəsindədir. Və onun feyzi sayəsində nəfəs alırıq, yaşayırıq, yeyirik, içirik, yağış yağır, nə bilim bu ləzzətlər, keyflər hamısı o Həzrətin üzünün nurunadır. Yəni o lütfün kəsməyib bu aləmdən. Amma idarəçiliyi də gəl bizim işimizə qarışmır ki, kim hökumət olsun, kim hökumət olmasın, nə bunu elin, yol çəkin, şəhər salın, nə bilim deyir, müharibə elin. Bəs kim eləyir? Buraxıbdır kimin öhdəsinə? Nuvvabul Ammun öhdəsinə. Öz dövrlərində xas naiblər təyinə, filan kəs ibni, filan kəs mənim filan yer üzrə məsələn vəkilimdir. Amma Qeybət-i Kubrada da ümumi naiblərdir, müştehidlər. Və əmməl həvadisul vaqiə fərci'u fiha ilə ruvati hədisina. Qarşınıza çıxan məsələlərdə bizim hədislərimizin ravilərinə müraciət edin. Hədislərin ravisi kimlər? Müştehidlər, alimlər. Və bihazə yəthbutu ənə vilayətil fəqihyə ihda vucuhil hükmül İslami. Buradan da başa düşürük ki, fəqihin vilayəti İslami hökumətin nə idi? Bir formasıdır. Bi'tibariha niyabətən ammətən minəl imamil məsum. Elədir. Deməli onda bir dəfə İslami hökumət təcəlli edir Allahın təyin elədiyi şəxsindən, Peyğəmbər imamın hökumətində, məsələn deyək, Peyğəmbərin öz hökuməti, ya Əleyhisselam hökuməti. Bir dəfə tutaq ki, məsələn deyək, İslami hökumət dedi ki, xas niyabətlə təyin olunar, məsələn deyək, Salmanın hökuməti kim deyir, məsələn deyək, Əleyhisselam altdan da olsa təyin eləmişdi onu ora. Bir dəfə də xüsusi adam təyin eləməyiblər. Deməyə filan kəs, deyək, müştehidlər. O müştehid kimdir? Əlidir, Vəlidir, onda şey yoxdur. Filan sifəti özünə daşıyan nə olacaq? Olacaq İslamın rəhbəri, məsələn, İslam hökumətinin rəhbəri. Bi'tibariha niyabətən ammətən minəl imamil məsum. Məsum imamın bir ümumi naibləridirlər ki, onlar hökuməti idarə eləməlidirlər. Sual. Üçüncü mətləb və çox mühüm. Sən ki dedin, İslam hökuməti yalnız və yalnız Allahın tərəfindən təyin olunmuş başçısının hökumətidir. Onda Allahın nəzərində müsəlmanlar, xalq etsinə, zibildinə, azotullah o tərəfə gəlsinlər. Yox, bu yanaşma səhv yanaşmadır. Biz dedik, qanun verici orqan Allah tərəfindən olmalıdır. Amma tətbiq edici şəxsləri ki, böyükdən sonraki mərhələdə əgər təyin eləməyibsə, onda xalqın seçimi haqqı vardır. Xalq ən yaxşı kimi tətbiq edəcək. Belə deyək, daha doğrusu. Bir qanun verici orqan var. Bir də nə də icraçı orqanlar vardır. Qanun verici orqanlar ya kim tərəfindən olsun, Allah tərəfindən. İcraçı orqanlar ki, həmən qanun əsasında hökumət eləyəcəksə, onda xalqın dəxaləti vardır. Xalq məsələn deyir ki, etiraz edir ki, Əleyhisselam ki, filan məsələn valım biz incidir, dəyişkin məsələn. Bax bunu istəmirik. Deyə bilməzdir, səni istəmirəm. O heç o qanun verici orqandır. İcraçını istəmirəm. Bu vali bizə zülm eləyən, bu qoşun başçısını istəmirik. Onda mümkün deyil, Əleyhisselam özü təyin edir. Ya mümkündür, deyərdi ki, yaxşı, kim məsləhət bilirsiniz, onu elə. Deməli onda struktur ki, üçdür. Deyək ki, sultə təşriiyyə, sultə tənfidi və sultə qazaiyə. Dövlət strukturu üç hissədən ibarətdir. Qanun verici orqan, icraçı orqan, bir də ki, məhkəmə sistemi. Elədir. Bu icraçı orqanlarda şəbin dəxaləti var, parlamentin dəxaləti var, nəm səs vermə, nə bilim kimi seçir, nə bilim neynir, işgal yox. Mühüm odur ki, qanun Allah tərəfindən olsun və qanun təyin elədiyi o başda oturan şəxs, Allahın təyin elədiyi şəxslərin təyin elədiyi olsun. İcraçı orqanlar ki, nəm kənd sovetidir, bələdiyyə sədridir, nəm şəhərin böyüyüdür, nəm idarənin müdürüdür, heç işgal yox. Cəmaət seçsin də. Kimi daha əhliyyətli bilirsə, daha can yandıran, daha iş bacaran bilirsə seçsin. Deməli onda şəb və xalqın seçimi də ləğv olunmuyor. Onların da dəxaləti var, amma qanun verici orqanda yox, icraçı orqanda belə deyək. Doğru şəb fil hükümə, hökumət strukturunda xalqın rolu. La yenbəği ən yufhəmə mimma zəkərna. Bu dediklərimizdən bu cür yanlış anlaşılmasın ki, ənnən nizamə siyasi lil İslam, İslamın siyasi strukturu, sistemi, quruluşu yuəkkidu alə davril hükkam fəqat, ancaq elə hakimlə, başda oturan hakimi təyinləyir. Və la yubdi ihtimamən bir şəb, xalqa heç bir məhəl qoymur. Yox, belə deyil. Və əzayil müctəməl İslam, İslam cəmiyyətinə heç bir dəyər vermir, bu cür deyil. Və yulğid davrəhum fi hazəl məcal. Bu məcalda xalqın ifa edəcəyi rolu tamamilə ləğvi görür. Bu cür deyil məsələ. Bəlil əmru aləl əksi min zalik. Bəlkə bunun əksinədir.
فيتحمل الشعب مسؤولية جسيمة في إقامة حكومة العدل والقسط. Bəlkə xalq haqq ədalət hökumətinin qurulmağında böyük bir məsuliyyət daşıyır. Və min xilal təhəlli bil və'i və littila aləl mənhəcil ilahi il-asil, bəlkə xalq o ilahi düzgün mənhəci qavramaqla, onu şuurlarında canlandırmaqla, onu öz vücudlarında bir bəzəyə çevirmə, təhəlli eləməklə yərfudu şəb itaət-i təvağit vəl-qasibin. Ona görə də xalqın vəzifəsidir ki, tağut və qəsbkarların hökumətin rəfz etsinlər, onu qəbul etməsinlər, inkar eləsinlər. Və yətəməssək bi xattil ənbiya vəl-əvliya və mən nəssəbəhum haula li hidayətul ümmə. Vəzifəsidir ki, xalqın ki, peyğəmbərlərin, övliyaullahın və onların təyin etdiyi insanların yolunu tutsunlar. Nə üçün təyin olmuşdur? Hidayətül ümmə, ümmətin hidayəti üçün və itmam məsirətiha və ümmət öz məsirəsini kamilliyə doğru tamamil etdirmək üçün. Və bizalikə ya'malun ala tatbiqil ahkamid diniyyəl kəfilə bi zamani sadə vəl fəlah. Bununla da ya'malun ala tatbiqil ahkamid diniyyə, İlahi hökmlərin tətbiqi üçün əlləşirlər, çalışırlar, vuruşurlar. Əl-kəfilə bi zamani saadəti vəl-fəlah, hansı ki öz öhdəsinə götürüb ki, bəşəriyyətə nicat versin, onları saadətə qovuşdursun, onların, belə deyək də, dünya və axirət zəmanətinə kəfil olsun, öz öhdəsinə götürsün. Allah Mütəal Quranda belə buyurur. Əuzubillahimineşşeytanirracim. Ləqad ərsəlnə rusulənə bil-bəyyinat. Biz peyğəmbərlərimizi aşkar dəlillərlə göndərdik. Və ənzəlnə mə'əhumul kitəbə vəl-mizan. Və onlarla bircə kitab, onlara kitab əta etdik, kitab nazil etdik. Vəl-mizan və tərəzilər, yəni haqqı batildən ayırt edəcək yollar, qanunlar qoyduq ki, haqq batildən ayırt etsin. Niyə görə belə elədik? Liyəqumən nasu bil-qist. Ən-nas, insanlar, yəni o insanların içində kafiri də var, mömini də var, yaxşısı da var, yaman da var. Biz peyğəmbərlərimizi göndərdik ki, ictimai ədalət bərpa olunsun. Liyəqumən nasu bil-qist. İnsanlar ədalətlə yaşasın. Görə Əleyhisselam Maliki göndərəndə Misrə nə deyir? Ey Malik, gedirsən Misrə, fəla təkun əleyhim səbu'an dariyən. Gedib orada cəmaata yırtıcı vəhşi olmacına, cəmaatın qanını içməcilə. Düzdür, Malik mömin kişidir. Malik edir, hamımıza eşitdirir. Qızım sənə deyirəm, gəlinim sənə eşit babından. Malik onsuz da mömin kişidir, Allahdan qorxanıdır. Malik edib kimsə qanun içən deyildi. Əleyhisselam padşahlara, nə icra hakimlərinə, valilərə bir qanun deyir. Sən getdin bir yerə təyin olsan, mollasan, müştehidsən, ya idarə etsən, hər kimsən. O yerdə yaxşı da adam olar, pis də adam olar. Səndən razılaşan da olar, razılaşmayan da olar. Cəmaat üçün yırtıcıya çevrilməyəcək ki, qanun içəsən. Fəla təkun əleyhim səbu'an dariyən. Yırtıcı aslanlara, yırtıcı vəhşilərə çevrilmə. Liənnən nasa sinfan. İnsanlar iki dəstədirlər. İmma əxun ləkə fiddin əv nazirun ləkə fil nədir xalq. Ya onlar dində sənin qardaşındırlar, sənin kimi müsəlmandırlar, ya da ki, xilqətdə səndən bir atadan bir anadan, Adəmdən Həvvadan yaranır, o da sənin kimi insandır. İnsanlara qarşı vəhşi olma. Deməli, onda İslam gəlib hətta kafirin də belə neynəsin? Haqqın, hüdudların gözləməyə. Dəfələrlə, məsələn, Peyğəmbərin də hakimiyyətində, Əleyhisselam da hakimiyyətində Yahudi, Xristiyan mümkündür məhkəməni qazanırdı. Sən müsəlman ölkəsində yaşayan deyirsən, mənə zülm eləsən, belə şey yox idi. Nə qədər ədalətli, nə qədər demokratik bir cəmiyyətdə yaşayırdılar. Dedi, Əleyhisselam Yahudi ilə hakim qəzavətə gəlir, hansı ki, özü xəlifədir, padişahdır. Hansı padişah gələr, öz əlinin altında olan bir şəxs, özü ki, öz dinindən olmayan bir şəxsdən bir yerdə qəzavət kürsüsündə otursun ki, hökm onun əleyhinə çıxarılsın. O ancaq həqiqi İslam belə deyir, rəhbərlərlə məxsusdur ki, Əleyhisselam bunu getdi. Xülasə, liyəqumən nasu bil-qist, ta ki, insanlar ədalətlə yaşasınlar. Deməli, Quranın və peyğəmbərlərin, kitabların və peyğəmbərlərin gəlişinin əsas səbəblərindən biri insanların cəmiyyətdə ədalətlə yaşamasıdır. Əmmə fil məvaridilləti ləm yüşərri'l İslam qavaninə sabitə və daimə. Amma o yerdə ki, İslam orada dəqiq və davamlı qaydalar tətbiq eləməyibdi. Və də'ət-i zarurə təşri' qavanin cədidə li bə'zil mövduat və l-ihtiyacat-ı mütəcəssidə. O yerdə ki, məsələn deyim, müvəqqəti keçəri, yəni insanların həyatını idarə eləmək üçün lazım olan qayda qanunlardırsa, li bə'zil mövduat, bir məzmi mövzularda və l-ihtiyacat əl-mütəcəssidə nəticətə hüdusi təğyirin fi təbiyyəti həyat-ül bəşər. Tutaq ki, məsələn, fərzən belə deyək, yol hərəkəti qaydaları.
svetoforun həm qırmızı işığı nədir, yaşıl işığı nədir? Peyğəmbərin imamın vaxtında yol hərəkəti qaydaları, həm qatar yox idi, maşın yox idi, nə bilim, təyyarə yox idi, yola qanunları çıxsın. Elədir. Deməli, onda əgər insanlar özləri üçün qanun çıxardırlarsa ki, öz həyatların maşını vurmasın, maşın adamı vurmasın, insanlar məsələn deyə yolda çox dayanmasınlar, gətir burada bir dənə işıq qoyublar ki, yaşıl yanında keçin, məsələn deyə qırmızı yanında dayanın. Allah nə işi var ya, tənzimləyəcəkdir elə də. Çünki bu fəraq yeridir, boşluq yeridir. Əgər həyatım bu cür yaxşı olursa, mənim problemim yoxdur. Deməli, onda o boşluqlar ki vardı, həmən yerlərdə Allahın qanunu yoxdur, səni nə əmr eləmir, nə nəhy eləmir, həmən yerdə qanun çıxardırsan, onu tətbiq edirsən elə də. Mühüm odur ki, Allahın qanunlarının ziddinə getməsin. Niyə? Çünki keçəridir. Sabah indi məsələn fərzən belə deyək, sabah maşınlar ləğv olsun, uçan maşınlara çevrilsin. Yəqin ki, 20-30 ildən sonra olacaq da, artıq yavaş-yavaş başlayıblar ona. Yolda propkalar olmayan sonra, o işıqların nə faydası olacaq? Heç tutardı. Amma ilahi qanunlar o qanunlardılar ki, o həmişə davam eləyəndir. Tutaq ki, hər bir insanın atası var, atası öləcək və onun malı qalmalıdır. Kimə nə qədər verilsin? Bu artıq qiyamətə qədər davam eləyən bir şeydir. Elədir. İctimai bir ədalətə riayət eləyəndir. Qızın payına qədərdir, qardaşının payına qədərdir. Burada bunun dəxli yoxdur ki, texnologiya əsrində yaşayırıq, ya deyək, bidai əsrdə yaşayırıq. Peyğəmbər əsrində də, yəni hələ dəvədən atdan başqa tanımayan dövrdə də qardaşın payı 2 paydır, bacının payı 1 pay. Texnologiyanın ən yüksəlinə çalsa, o yenə atası öləndə, yenə o qayda ilə bölünəcək. Onun dəxli yoxdur, texnologiya inkişaf elədi, eləmədi. Amma məsələn dedi, yol hərəkəti qaydaları dəyişə bilər. Bugün yaşıl işıqla keçir, sabah deyir, qırmızıda keç. Olsun, nə dağılıb. Məsələn. Xülasə deyir, o yerdə ki, boşluq vardı. Allah orada öz qanunlarını qoymayıb, yəni sənə qadağa qoymayıb, nəhy eləməyib, bir şey eləməyib. Orada özün qanun çıxarsan çıxart da, mühüm odur ki, həyatı tənzimlə. Fəqəd əzinəl İslamu lil-hukumel məşru'a bivad'il qavanil lazimə lihazil məvarid fi itaril məbadi vəl-qiyamil İslamiyyə. İslam qanunların belə deyək, ayaqlanmadan, ona qarşı gəlmədən özləri üçün qanun çıxarırlar, çıxartsınlar. Tutaq ki, məsələn, fərzən misal deyək ki, hökumətlər qanun qoyur. Nə qanunu? Deyək ki, əskərliyə aparma. 18 yaşına zaten əskərliyə gedəcək. İslam nə hə deməyib, nə yox deməyib. İslam deyir ki, məsələn, hər bir kişinin, əli silah tutan kişinin İslam torpağını qorumaq vəzifəsidir, şəri vəzifəsidir. İndi müharibə yoxdur. Hökumət deyir ki, mən aparıram il yarım, 2 il, məsələn, bunu məşq elətdirəm ki, əli silah tutsun. Hökumət, şəriyyətdə mənim işim yoxdur. Qanun çıxarsan, çıxart. İndi, tutaq ki, məsələn deyək, sabah qanun çıxardır ki, mən kişi ilə qadın ikisini bir yerdə əskərliyə aparıram. Elədir. İki cəhətdən bir pozğunluğu var. Bir budur ki, Allah Taala cihad hökmünü qadından götürübdür. Qadının boyunda o şey yoxdur. Bəli, qadın mümkün deyil, polis sahəsində hazırlanır ki, məsələn, qadınları zad yoxlamaq üçün bir şey var. Amma döyüşə getmək üçün döyüş qanununu götürüb. Allah Taala qadının boyunda cihad hökmü qoymayıb. Digər cəhətdən, əgər eləyirsənsə də, kişi ilə bir yerdə olmayacaq. Onların, məsələn, müəskəri, onların deyək, ordugahı, nə bilim, hərbi hissələri, nələri ayrı yerdə olsun. Bir çarpayda kişi də yatsın, qadın da yatsın, alt üst yatsınlar. Buna icazə verməyəcək. Burada artıq dəxalət eləyəcək. Hə, sən əskəri eləyəsən, özün bilərsən. Amma İslam qanunlarına qarşı gəlmədən, İslam qanunlarını tapdamadan. Binaen alə zəlikə, yox, buradaydım ben. Nerede qalmışdım? Və kânə lil, bəli. Və kânə lil əimmel ma'sumin aleyhimussalam təalim dəqiqə və tavsiyat mühimmə fi hadəl məcal. İmamlarımızda çox gözəl tapşırıqları, tövsiyələri var. Minha maru, yəni İmam Əbil Həsən Rıza aleyhissalam. İmam aleyhissalam nə buyurur? İmam Rıza aleyhissalam aleyna ilqaul usul və aleykumut təfri'. Biz imamların vəzifəsidir ki, sizin üzərinizə qoyaq, öhdənizə buraxaq o əsas kök qaydaları. Ey alimlər, ey fəqihlər, ey müştehidlər, ey nə bilim deyə din xadimləri. Sizin də vəzifəniz həmin ondan çıxarışdır. Bayaq dediyim kimi, məsələn deyək ki, imam deyəcək ki, mənim sənə göstərişim budur ki, qadınla kişi müxtələt bir yerdə xidmətdə olmasın. Ümumi qanundur. İndi sonra polis sisteminə tətbiq edə bilərsən, ta ki, əskərliyə tətbiq edə bilərsən, sinifə də tətbiq edə bilərsən. Sən ümumi qaydanı verdi ki, naməhrəm kişi ilə naməhrəm qadın toxunacaq bir yerdə bir yerinin, məsələn, təmasda olmasınlar. Bunu qadın öz yeri olsun, kişinin öz yeri olsun. Və yaxud da ki, məsələn, fərzən belə deyək ki, İslam şəriəti deyir ki, qadının, boşanan qadının
ər malından ancaq payı əgər mehriyəsi vermirsə, mehriyəsi qədərdir. Ondan yox bir şey eləyə bilməz, tələb eləyə bilməz. Şəriət deyir ki, mehriyəsi verilibsə heç, mehriyəsi verilməyibsə ən çox boşanan zaman ərinin mülkündə nəyi tələb eləyə bilər? Mehriyəsi qədər. İndi sən gələrsən qanun çıxardasan ki, arvad boşanırsa ərinin məsələn deyə mülkünü, arvadlıq mülkündə müddətində nə qazansa yarı bölünməlidir. Artıq mane olacaq. Deməli onda imamlar deyir ki, biz sizə ümumi qaydanı deyirik. O ümumi qaydadan sonra artıq çıxarışlar, onun tətbiqlər sizin öhdədir. Əleyna ilqaul usul və aleykumut təfri'. Binaen ala zalike varedet fil Kur'anil Kerim ve akval l'aimmel meyamin salamullahi aleyhim ecmain usulul mesail fi cemi ma yahtacuhun nas. Buna göre de görürük ki imamlarımızdan Allah'a salamı olsun onlara o ümumi qaydalar demək ki fiqhin bütün bablarında var. Yani o kadar elimiz boşta değil. O ümumi qaydalardan çıxarış eləmək olar. Ve yeteveccev alel muctehidin vel ulemaidin istinbatul cüz'iyatil mesail. Onda müştehidlərin vəzifəsidir ki ondan ümumi qaydalardan cüz'iyyatını çıxarsınlar. Elleti yahtacuhel muctema fi kulli asrin ve misrin minel usulil mezkura. İmamların öyrətdiyi ümumi qaydalardan hər bir əsr üçün, hər bir cəmiyyət üçün xüsusi qanunlar çıxarsınlar, o incə qanunları oradan çıxarsınlar, o ümumiyyat, külliyatdan. Və əmma fi mərhələti tənfizil qavanin. Amma deyir ki, bu verilmiş qanunun tətbiqinə gəlincə isə, yəni bayaq dedik, icraçı orqanlara, xəvvəlallah subhanahu wa ta'ala əşşəbə fi ixtiyaril mudara el-munasibin lizalik. Allah Teala icazə verib xalqa ki, lazım olan məktəbə, xəstəxanaya müdür təyin eləyir, nə bilim, kəndə kənsəvət təyin eləsin də. İndə qiyabil əyməl məsumin əleyhimussalam. Əgər məsum yoxdursa, onlar özləri üçün bir, nə bilim, müdür təyin eləyir, sədir təyin eləyir, gəlsin təyin eləsin. Və də'ən nas ümumən iləl müşarəkəl fa'ilə fi iqamətin nizamil ədli ilahi. Bütövlükdə insanlığı dəvət eləyib ki, ilahi ədli tətbiq eləmək üçün o nizamda müştərək olsunlar və onların da payı olsun. Və bihəzə yətəbəyyən ənəl İslam yəmnəhu şəbət davrən mütəməyyizən fi tə'yini əl-məsulun. Buradan görürük ki, İslam dini məsulların təyin olunmağında xalqa mühüm rol veribdir. Yəni deyib ki, rol ifa eləsin ki, böyükləri, nə bilim, kəndin böyüyü, nə bilim, şəhərin böyüyünü təyin eləmədə səndə rolun var, payın var. Ən tənfizil qanun. Amma qanun verici orqan kimi yox. Verilmiş qanun tətbiqi üçün, icraçı orqan kimi təyin eləməyə heç problem yoxdur. Bələdiyyə təyin eləsin, təyin eləsin, kimi təyin eləsin. Və kəzəlikə ixtiyaril əşxas əl-müxavvəlin bi təşriyil qavanin fi itaril usus vəl məbadi İslami. Amma şərti budur ki, İslam qanunlarına qarşı gəlməyəcək insanlar, yəni mümin, möhtərəm insan, müsəlman olsun və İslam qanunlarını ayaqlamasın. Amma bugün mən təyinlədim, sabah qızların başına hicabı çıxardıb atırsın da bu cür olmasın. Və fi dav imma zəkərna yəttəzih dəvrəşşə və müşarikətəhul failə fi intixabil əşxasil məsulin. Buradan da aydın olur ki, xalqın da böyük rolu var nədə? Məsul şəxslərin seçilməsində, intixabında, seçkilərdə. Dımnə davabit müəyyənə. Amma xüsusi bir qanun çərçivəsində məriayətil hudud vəl quyud illəti və dahil İslam fi hadəl məcalma İslami şərtlərə tabi olmaq çərçivəsində, ondan kənara çıxmada. Və min əbrəzi tilkə davabit, həmən o məsulları seçəndə əsas nəyə diqqət eləməli? Həmən o qayda qanunların əsas başda duranlarından budur ki, ləzim ən yəkunə şəxsul müntəxəb muslimən və multəzimən bil əhkamil İslami. Həmən o seçdiyimiz şəxs müsəlman olsun da kafiri gətirib, nə bilim, üstümüzə böyük qoymayaq, müsəlman olsun. İslam qanunu üçün zahirdə də olsa əməl eləyən olsun. Sən gəl yenə məsələn fərzən belə deyək. Alkaşı gətir kəndin sədri seçkinə, nə bilim, kənd səviyyətinə qoyuna. Özü alkaşdır. Sab onun kəndinə günə qalacaq. Onda hər yer araq dükanına çevriləcək. Sab onda nədir? Hər yer olsa araq fabriki. Olmasın deyək ki, o cür laubali şəxslərlə, pozğun şəxslər olsun. Müsəlman olsun və zahirdə İslam əxlaqına, İslam əhkamına əməl eləyən olsun. Və yuray cəmiyyəl məvazin-il İslamiyyə, İslamın qayda qanunlarına riayət eləsin fi vaz'il qavanin və fi məqami tətbiqi haydan. Qanun çıxardan da boşluqlarda qanun çıxardacaqsa, çıxarılmış qanun tətbiq eləyən zaman İslam qayda qanunlarından kənara çıxmasın. Elhamdülillah Rabbil Alemin, həmd olsun Allah ki, gəldi kitabın sonuna çatdı və uzun bir mişvardan sonra ərəblərdən demişkən təxminən bir il yarıma qədər, Təxminən bir il yarıma qədər, elə biləm iyun ayında başlamışdıq, ötən ilin, 2024-ün iyunu idi səhv eləmirəmsə başlayanda. Təxminən deyiləm, yəni bir il yarıma yaxın çəkdi. Amma elə biləm də çox da yubanmadıq, çünki 500 neçə səhifə, 500 səhifəlik kitabdır. Bunun bir 70-80 səhifəsinin boş səhifələrə çıxanda və həftədə də 3 dəfə, 4 dəfə dərsimiz olurdu. O hesabından yəni yaxşı gəldi, qurtardıq. Əlhəmdülillah, Allah nəsib elədi bir dövrə kamil.
əqaidi qutardı və bu kitabdakı əvvəldən bunu ixtiyar eləmişdim və peşman da olmadım ixtiyar eləməli. Çünki neçə kitabdan dərs demişəm, dərs oxumuşam. Onların içində aşağı səviyyəli kitab kimi, yəni hövzənin 3-cü, 4-cü sinifi üçün belə ən yaxşı kitablardan biri. Demirəm hər nə yazılıb. Bəzən uzunçuluğu vardı, bəzi şeylər gətirməli idi, məsələn gətirməyib. Bu təbiidir. İnsan hamının səhvi də var, hamının düz cəhəti də var, amma ümumi cəhətdən yəni kitab çox dəyərli kitabdır. Allah yazanların da canını sağ eləsin, oxuyanların da istifadə edənlər də və çox gözəl də olar ki, ta ki biz bunu başladıq. Həm də müəlliməm. Sabah bir başqası bundan daha yaxşı kitab görsə onu desin. Yəni bu cür dayanmasın və bu ən yaxşısı nədirsə, axır süzülsün, ən yaxşısı məsələn də gəlsin, çıxsın ortaya. Mənim səhvlərimi o düzəlsin, onun səhvini o düzəlsin ki, ən yaxşısı gəlsin, düzəlsin. Eləcə də mümkündür məsələn deyə gəlsə kitab yazanları da görsəm, ya məsələn deyə imkanım olsa yazmağa, bəzi mülahizələr, bir ustad kimi mülahizə elədim ki, filan şeylərə məsələn deyək, düzəliş olunsun, daha da yaxşı olar. Xüsusən də ki, bəzi yerdə uzunçuluğu çox uzadıbdır. Yəni elə şey var ki, bir səhifəyə deyə biləriz, onu səhifə yarım, 2 səhifə eləyib. Yəni o təlaub bil ibarət o mümkündür siyasi yerlərdə fayda, amma hövzə dərsliyində o fayda vermir. Hər nə qədər qısa konkret olsa bir o qədər yaxşıdır ki, çox da sözlə oynanılmasın. Allahümme salli ala Muhammedin və ali Muhammedin və accil fərəcəhum. Allahümme kulli veliyyikel hüccet ibnil Hasan salavatuke aleyhi ve ala abaih fi hâzihi s-sâ'ati ve fi kulli sâ'ah. وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا اللهم صل على محمد وآل محمد وعجل فرجهم. Bütün ölüb gedən alimlərimizin ruhuna, qalanların salamatlığına, xüsusən bu kitabı yazan 2 nəfər ki, alim əziyyət çəkiblər xüsusi şəkildə Sübhani ilə Berenskar, Allah onların da vücudun bir bəla eləsin, özlərinin salamatlığına, ölənlərin ruhuna salavat deyək. Allahümme salli ala Muhammedin ve ali Muhammedin ve accil ferecehum.